Biz valideynləri narahat edən və aktual olan mövzular haqqında müzakirələr edirik. Bugünkü mövzu da çox aktualdır, çünki valideynlərimiz çox məlumatsızdılar və bəzən köməksiz qalırlar və narahat olurlar uşaqların bu durumu. Bugün mən 2 yaş sindromu haqqında danışmaq istərdim. 2 yaş sindromu nədir? 2 yaş sindromu 1 yaş yarımlığından 3 yaş, 4 yaş, bəzən 5 yaşa qədər də davam edə bilir. Bu uşağın psixoloji durumundan asılıdır. Uşağın beyninin sürətli inkişafı deməkdir. 1 yaş yarımına qədər uşaqda inkişaf əgər müəyyən bir ritm əsasında gedirsə, 2 yaşdan, yaş yarımından başlayaraq belə desək, artıq orada başlanma dövrüdür, daha sürətli getməyə başlayır və bu zaman uşaqda bir sıra dəyişikliklər baş verir. Eyni zamanda bu dövrdə uşağın şəxsiyyətinin formalaşmağı baş verir və biz uşağın inadına bəzən ərköyünlük deyirik. Əslində bu ərköyünlük deyil, uşaqda mən formalaşır, mən varam. Yəqin ki, çoxunuz müşahidə etmişsiniz ki, mən istəyirəm, özüm edirəm, özüm geyinirəm, özüm götürürəm. Bu zaman uşaq mən özüm etmək istəyirəm deyir. Çox xahiş edirəm valideynlərdən, tərbiyəçilərdən, o zaman uşaqlara bunu icazə verin. Çünki bu çox önəmlidir. Bəzən deyirlər ki, inad göstərəndə uşaqlar bu zaman aqressiya göstərir valideyn. Çox xahiş edirəm valideynlər, uşaqlar əgər inad göstərərkən onlara aqressivlik göstərməyin. Bu gələcəkdə uşağın özgüvənsizliyinə gətirib çıxarır. Məhz özgüvən hissi bu yaş dövrlərində qoyulur və fərdin sürətli inkişafını gətirib çıxarır. Və uşaq əgər bugün mən istəyirəm, etmək istəyir deyirsə və biz buna mane oluruqsa, sabah bir çox şeylərdə bacarsa belə mən bunu bacararamı? Məndə alınarmı? Özgüvənsizliyə gətirib çıxarırıq. Bəs 2 yaş sindromunun əlamətləri hansılardır? İnadkarlıq, aqressiya, mən. Bu kimi təpkilər gördükdə valideynlər çox çətinliklərlə üzləşirlər bəzən və nə edəcəklərini bilmirlər. İlk öncə onu demək istərdim ki, valideynlər, nəzərə alın ki, bu durum keçicidir və müəyyən zamandan sonra bitəcək. Amma bu zaman sizin düzgün rəftar etməyiniz, düzgün qərar verməyiniz çox önəmlidir. Məsələn, çoxumuz uşaqlıq dövründə olmaz, bunu etmə ifadələrini çox eşitmişik. Amma onu qeyd etmək istəyirəm ki, biz bu ifadələri bugün dəyişə bilərik. Mən bugün sənin bu cür rəftar etməni istəmirəm. Və yaxud da ki, sən bunu etməsən, telefonu sənin əlindən alacam. Və yaxud da ki, sən oyuncaqlarla oynamayacaqsan. Bu artıq tipiki cəza gedir. Amma mən, sən əgər telefona baxmaq istəyirsənsə və yaxud həyatda oynamaq istəyirsənsə, oyuncaqlarla oynamağa qazan desək, onda nəticəsi daha yüksək olmuş olacaq və 2 yaşında ən çox uşaqlarda üzləşdiyimiz problemlər inadlaşmaq olur, aqressiv olur. Bu zaman uşaqların ağlamağına da icazə verin. Bəzən eşidirik, ağlama, kişi ağlama, sən qızsan, ağlama, ağlamaq olmaz. Bu zaman biz nə etmiş oluq, hörmətli valideynlər? Övladlarımızın duyğusunu bastırmış oluruq. Əgər övladımız ağlayırsa, tamam, nə qədər istəyirsən ağlaya bilərsən, amma istədiyin bu sənə çox zərərlidir. Bu halda biz bunu etməli deyilik ifadəsini işlədirik. Əgər uşaq ağlayırsa və valideyn bu zaman aqressiya göstərirsə, birmənalı olaraq valideynin aqressiyası övladına ötürülür. Amma sakit olub, tamam, sən nə qədər ağlayırsan ağla, mən səni gözləyə bilərəm ifadəsini işlətsək, inanın ki, müəyyən müddətdən sonra zaten uşaq sizin onun ağlamağınıza fikir vermədiyinizi görəcək, sakitləşəcək. Və yaxud da ki, biz alternativ yollar axtara bilərik. Başqa dominant ocaq yarada bilərik. Bax, bu nə gözəldir. Bəlkə bunu alaq sənə, əgər anlamaq istəmirsə. Əgər görürük ki, biz bacarmırıq, yəni onun emosiyalarını heç cür idarə etmirik, o zaman ona sərbəstlik veririk, müstəqil fəaliyyət veririk. Özü istədiyi kimi ağlayacaq, inanın ki, müəyyən müddətdən sonra sakitləşəcək. Amma 2 yaş sindromunda düzgün yanaşmasaq, aqressivlik göstərsək, digər verilişlərimizdə biz davranış pozuntusu haqqında danışmışdıq. Bu davranış pozuntusuna belə gətirib çıxara bilir. Əgər övladınızda 2 yaş sindromu baş veribsə və ailədə ikinci uşaq dünyaya gəlibsə, bu zaman köklər daha dərinləşir. Uşaqlarda aqressivlik daha artır. Sakit qalmalıyıq, hörmətli valideynlər. Səbirli olmalıyıq, çünki qarşımızdakı uşaqdır. Bizi heç cürə anlamağa çalışmır. Biz onları anlamalıyıq. Biz onlarla düzgün rəftar etməliyik ki, özgüvənli şəxsiyyəti yetişdirə bilək. Bəzən 2 yaş sindromunda valideynlərin düzgün yanaşmaması, düzgün rəftar etməməsi daha dərin köklərə gətirib çıxara bilir. Biz, məsələn, bir nümunə götürüm. Hal-hazırdakı dövrdə bir çoxlarımız övladlarımızı Rus bölməsinə yollayırıq ki, Rus bölməsində oxuyan uşaqlar tam başqa olur. İnanın ki, hər birimiz
o uşağı yetişdirə bilərik. Sadəcə düzgün yanaşma var. Məsələn, ilkin uşağın sizə dinləməsidir, sizi anlamasıdır, qaydalara riayət etməsidir. Bu müəyyən müddət sizdə çətinliklər yaradacaq, amma o qaydaları, müəyyən qaydalar əsasında hərəkət etsəz, zamanla övladınız da sizi manipulə etməkdən çəkinəcək və bu artıq manipulyasiya halını qarşısına alacaq. Amma daim ağlayarsa və siz onun istədiklərini yerinə yetirərsinizsə, artıq övladınız sizi manipulyasiya edəcək, 2 yaş sindromunun kökləri daha dərinlənmiş olacaq və eyni zamanda siz böhranın tam ortasında olmuş olacaqsınız. Amma övladınız sizdə manipulə etmədikdə və düzgün yolda olmadığını dərk etdikdə, artıq siz düzgün çıxış yolu tapmış olacaqsınız. 2 yaş sindromu normalda 3 yaşda bitir, amma 4 yaşa qədər və 5 yaşa qədər də davam edir. Bu zaman səbirli, təmkinli davransaq, düzgün nəticə əldə etmiş oluruq.